Salam, hörmətli müəllimlər. Bu gün mən sizə futbol oyununda 11 metrlə penalti zərbəsi nəticəsində qayda pozuntusu baş veribsə, qol olubsa və yaxud da olmayıbsa, hansı nəticə ilə nəticələnir? Hücum edən komandanın oyunçusu cərimə meydanına daxil olursa, qoldursa, təsiri varsa zərbə təkrar edilir, təsiri yoxdursa qol qeydə alınır. Qol deyilsə, oyunçunun təsiri varsa sərbəst zərbə, təsiri yoxdursa zərbə təkrar edilmir. Müdafiə olunan komandanın oyunçusu cərimə meydanına daxil olursa və oyunçunun təsiri varsa, qol qeydə alınır. Qol deyilsə, ə, təsiri yoxdursa qoldur. Qol deyilsə, təsiri varsa zərbə təkrar edilir, təsiri yoxdursa zərbə təkrar edilmir. Hücum edən komandanın oyunçusu və müdafiə edən komandanın oyunçusu ikisi də eyni anda qayda pozsa, cərimə meydanına daxil olsalar, qoldursa, təsiri varsa zərbə təkrar edilir, təsiri yoxdursa qol qeydə alınır. Qol deyilsə, təsiri varsa zərbə təkrar edilir, təsiri yoxdursa zərbə təkrar edilmir. Qapıçı qayda pozur, qoldursa qol qeydə alınır. Qol deyilsə, zərbə dəf edilərsə, penalti zərbəsi təkrar edilmir. Zərbə dəf edilməzsə, penalti zərbəsi təkrar edilir və qapıçıya şifahi xəbərdarlıq edilir. Və sonrakı qayda pozuntusuna da görə rəsmi xəbərdarlıq edilir. Qapıçı və zərbəni yerinə yetirən oyunçu eyni vaxtda qayda pozursa, qoldursa, zərbə sərbəst zərbə təyin edilir və qol qeydə alınmır və zərbə yerinə yetirən oyunçu xəbərdarlıq edilir. Qol deyilsə, sərbəst zərbə və zərbəni yerinə yetirən oyunçuya xəbərdarlıq edilməsidir. Topa arxaya vurulursa, qoldursa, qol qeydə alınmır, sərbəst zərbə və burada yadda saxlayın ki, xəbərdarlıq verilmir. Sadəcə olaraq sərbəst zərbə. Qol deyilsə, sərbəst zərbə qeydə alınır. Rəqib komanda sərbəst zərbə ilə başlayır. İcazə verilməyən aldadıcı manevr edirsə oyunçu, qoldursa, qol qeydə alınmır, sərbəst zərbə ilə və zərbə yerinə yetirən oyunçuya xəbərdarlıq edilməsidir. Amma qol deyilsə, sərbəst zərbə və zərbəni yerinə yetirən oyunçuya xəbərdarlıq edilməsidir. Zərbə yanlış oyunçu tərəfindən yerinə yetirilirsə zərbə, qol deyilsə, sərbəst zərbə təyin edilir və zərbəni yerinə yetirən yanlış oyunçuya xəbərdarlıq edilməsidir. Qol deyilsə, sərbəst zərbə və zərbəni yerinə yetirən yanlış oyunçuya xəbərdarlıq edilməsidir.